Əziz dostlar, elə olanları, son vaxtlar bunu hamınız eşidirsiniz, görürsünüz. Televiziya ekranlarında da çox tez-tez səslənən bir şınıq tərənləri var. Bayaq burada qeyd olundu. O şınıq tərənlərinin müəllifi hamımızın qəşəng tanıdığı bizim sevimli bir sənətçimiz Habildir, Habil müəllimdir. Həm gözəl sənətçidir, həm yaxşı insandır. Tərbiyəli, ədəbli, ərkanlı, öz sənətinə qiymət verməyi bacaran, öz sənətinə hörmət gətirməyi bacaran və xalqına rəğbət bəsləməyi bacaran bir insandır. Mən alqışlayıram, onu çox sağ ol deyirəm. Eşq olsun belə oğlanlarımıza. Çox sağ olun Təvəkkül müəllim. Bugünkü konsert həqiqətən də çox qeyri-adi konsertdir. Ona görə qeyri-adi konsertdir ki, bu günləri burada Azərin və Azərin sənət yoldaşlarının həvəskarları gəlib. Çox böyük insanlar gəlib. Bugünkü konsert dinləyicilərlə, qonaqlarla çox böyük konsertdir. Çox böyük konsertdir. O səhnələrdə olan konsertlərdən qat-qat yüksək konsertdir. Çünki sənətsevərlər gəlib. Eyni zamanda bugünkü konsertin səbəbkarı gözəl insandır. Çox böyük öz gücü ilə, öz mənəviyyatı ilə, öz sənətindən hörmət qazanmış bir oğlan Azər Fərmaylıoğlu, eşq olsun. Biz çox bir yerdə oluruq, biz ailəvi dostluğumuz var, bunun söz qaydasında. Amma bir sənətkar kimi mən sizin qarşınızda baş əyirəm. Üstə gələk, bizim Təvəkkül müəllim Azərbaycan Respublikasının gözəl aktyoru, gözəl əməkdar incəsənət xadimi. Bunu verilişlərdə Təvəkkül müəllimi çox-çox efirlərdə, kinolarda görürsünüz. Və səhər-səhər ictimai kanalda Azərbaycan şeiri orada səslənir. Səməd Vurğunumuzun Azərbaycan şeirini səsləndirən Təvəkkül müəllim. Eşq olsun sizə, alqışlar olsun sizə. Sağ olun.